Salamlar. Bu videoda geodeziya işinin ofis mərhələsini addım-addım göstərəcəm. Əvvəlcə biz alətdən gələn koordinatları tekst formatında açırıq. Həmin burada ad, x, y, z var. Bunların arasına 3 ara boşluq qoyuruq və replace all əməliyyatını icra edirik. Sonra isə proqrama keçirik. Bizim burada tekst olan koordinatı proqrama gətirmək üçün V8 lisbimiz var. Həmin bu lisbi mən əvvəlki video dərsliklərdə göstərmişəm. Biz V8 vasitəsilə həmin bu koordinatları proqrama yükləyirik. İş gətirildikdən sonra layihəyə ümumi baxış keçiririk. İlk olaraq koordinatlar və obyekt adları yoxlanılır. Koordinatların ölçüsü, onun forması p-type əmri vasitəsilə tənzimlənir. Orada bir neçə əmr koordinatın formaları var. Onları biz düzəldirik. Daha sonra obyekt adlarının ölçülərini properties bölməsindən uyğun hala salırıq. Biz burada onun hündürlüyünü, ölçüsünü və s. tənzimləyə bilərik. Növbəti mərhələdə ərazidə nələrin olduğunu müəyyən edirik. Bizim ərazimizdə nə var? Yol, tikili, ambar və digər obyektlər var. Hər obyekt üçün ayrıca layer açılır və buna uyğun rənglər verilir. Ərazidə nə görürüksə, onu plana köçürürük. Line-ı biz götürürük və başlayırıq koordinatların üzərindən işləyə-işləyə getməyə. Məsələn, yoldursa yolu çəkirik, tikilidirsə tikililərə ardıcıl olaraq çəkirik. Nə görürüksə onları həmin layerə əsasən çəkməyə başlayırıq. Bu mərhələdə artıq ümumi bir fikir formalaşır. Bu ərazidə nə harada yerləşir? Bəzən bizə əvvəlcədən həmin ərazinin planı təqdim olunur. Bəzən isə sahə mühəndisi və geodeziya mühəndisi ərazidən şəkillər çəkərək bizə, yəni ofis mühəndislərinə izah edir. Biz də həmin məlumatlara əsasən işi dəqiqliklə çəkirik. İşin sonunda anlaşılmayan və ya dəqiqləşdirilməli olan hissələr varsa, onları müvafiq şəxslərdən soruşub düzəldirik. Arada adı olmayan, yalnız rəqəmlərlə verilmiş koordinatlar da olur. Bunlar adətən ərazinin relyefi üçün verilir və ya başqa şeyləri dəqiqləşdirmək üçün verilir. Biz bunların işin hamısını yerinə yetirdikdən sonra nə sualımız varsa ərazidən soruşuruq. Ərazi üzrə mühəndisimiz kimdirsə ondan soruşuruq. Bütün düzəlişlər tamamlandıqdan sonra işi biz hazır bir formaya salırıq. Məsələn, işi artıq biz təhvil verməliyik və bunun üçün bizə nə lazımdır? İşi grid, yəni koordinatlarını göstərmək. Mən burada bizə koordinatlarını göstərmirəm, çünki vaxtın daha da uzanmağını istəmirəm. Bununla bağlı biz istər koordinatı necə gətiririk V8-i mən izah eləmişəm, istər gridi necə keçirmək lazımdır, bu mövzunda izah eləmişəm. Biz deməli işi bir kvadrata alırıq. Kvadrat da düzbucaqlıdır. Yəni işin özünü bir ramkaya alırıq. Daha sonra üst hissədə layihənin adını yazırıq. Burada aşağıdan bir hissələrdə, daha çox bu sağ tərəfdə alt hissədə şərti işarələr bölümü olur. Biz burada şərti işarələri qeyd edirik. Orada bizim hansı işləri görmüşük, hansı formada, hansı rəngdə olubdu, onları qeyd edirik. Məsələn, biz orada lük işarəsi çəkmişik. Lüku məsələn yumru dairənin içinə və içində bir X formasında çəkib qeyd eləmişik. Bunların hamısını qeyd edirik. Ardınca alt hissəyə biraz miqyas, işi icra edən mühəndisin adı, şirkətin adı, işin adı və yaxud da qəbul edən nə varsa bunların hamısının adlarını qeyd edirik. Bütün bunları həyata keçirdikdən sonra biz artıq çap mərhələsinə hazırlaşırıq. Ctrl-P eləyirik. Əvvəlcə layihə DVC formatdan PDF-ə çevrilir. Daha sonra bizə A3, A4 hansı format lazımdırsa onu seçirik.
Və biz başlayırıq, lazım olan hissə mərkəzdənir. Məsələn, orada senterləyirik, bizdə hansı miqyasda olmalıdır, ya onu orada özümüz qeyd edirik ki, özün mərkəzdə və yaxud da miqyasa uyğun olaraq biz onu mərkəzləyirik. Bütün bunları tamamladıqdan sonra yekunu basırıq və bizə PDF forması hazır olur. Nəticədə tam hazır olan PDF faylı kağız formatda çap edə bilərik. Bugün mən sizə sahədən gələn geodeziya işinin, avadanlıqlardan gələn koordinatların ofis mərhələsinə qədər addım-addım yekununa qədər izah etmiş oldum. Əgər video faydalı oldusa, kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Növbəti dərslərdə görüşənədək. Hələlik.